Herkese salam. Bu videomuzda keçdiyimiz gün oynanılan Azərbaycan-Haiti maçından sonra Azərbaycan milli komandasının bərbad vəziyyətini nəzərə alaraq növbəti 100 il ərzində Azərbaycan futbolunu simulyasiya etmək qərarına gəldim. Bu simulyasiya mərhələsində hər şey azərkeşlərin istədiyi kimi inkişaf üçün olacaq. Bunu mən müxtəlif mərhələlərə böldüm. İlk mərhələ başlanğıc və əsas addımlar. Bu mərhələdə daha çox ilk addımları atmağa çalışacağıq. İnfrastruktur və gənclərin inkişafına önəm verəcək. İlk illərdə infrastruktur layihələri və akademiyaların qurulması həyata keçiriləcək. Məşqçilərin və futbolçuların inkişafı üçün beynəlxalq təlim və təcrübə mübadiləsi təşkil edəcək. Klubların beynəlxalq sahədə təcrübə toplaması üçün dəstək olunacaq. Bu dövrdə simulyasiya nəticəsi olaraq klublarımız Avropa Liqasına təcrübə qazanır, lakin Çempionlar Liqasına vəsə qazana bilmirlər. Milli komanda da mübarizəyə başlayır, amma nə dünya çempionatı, nə də Avropa çempionatlarında yaxşı nəticə əldə edə bilmir. İlk dövrü ancaq inkişaf üçün nəzərə aldıq. İnkişafı pis qənaət bəxş olduğunu nəzərə alaq. İkinci mövzuda uşaq futbolu və yüksələn inkişafı nəzərə alaq ilk 30 il ərzində. Bu dövrdə Azərbaycan milli komandası Avropa turnirlərində iştirak edir. Azərbaycan milli komandası ilk dəfə Avropa çempionatının final mərhələlərinə vəsiqə qazanır. Ancaq qrup mərhələlərini keçə bilmir. Qarabağ və digər klubların Avropada irəliləyişi. Qarabağ futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində daha müntəzəm iştirak etməyə başlayır. Komanda qrup mərhələsində irəliləyir, Avropada hörmət qazanır. Futbol mədəniyyəti yaradılır. Azərkeş sayının artırır. Futbol ölkədə populyar olmağa başlayır. Stadionlar, yeni fan klubları yaradılır. Növbəti mərhələdə 31-50-ci illərdə Azərbaycan futbolu dünyada tanınır. Milli komanda dünya çempionatına yüksəlir ilk dəfə. Azərbaycan milli komandası FIFA dünya çempionatına qatılmaq üçün mübarizə aparır və nəhayət öz istəyinə çatır. Klublar Avropada ciddi iştirakçılara çevrilir. Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsində daimi iştirakçısı olur. Klublar da digər Avropa liqalarında çıxış edirlər. Futbol infrastrukturu Azərbaycanda müxtəlif stadionlar tikilir. 51-70-ci illər arasında Azərbaycan futbolu liderlər arasına girməyə çalışır. Azərbaycan Liqası Avropada tanınmağa başlayır. Azərbaycan Premyer Liqası UEFA sıralamasında ilk 15-likdə yer alır. Liqa Avropanın orta səviyyəli liqalarından biri olaraq qəbul edilir. Milli komanda qlobal arenada artıq dünya çempionatları müntəzəm iştirak etməyə başlayır. Futbol biznesi və sponsorluq beynəlxalq əlaqələr güclənir. Liqanın kommersiya tərəfi daha da inkişaf edir. Klublar yüksək maliyyə dəstəyi alır. Bu illərdə klublarımız müntəzəm olaraq çempionatlarda çıxış edir. 71-100-cü illərdə futbolun zirvəsini yaşayırıq. Azərbaycan klubları Avropanın güclü klublarına çevrilir. Azərbaycan klubları, xüsusən Qarabağ Futbol Klubu və Neftçi Çempionlar Liqasına daim yarım final, 1/4 final mərhələlərində olurlar. Bu dövrlərdə Azərbaycan futbolu dünyanın səviyyəsində ən güclü liqalardan biri olur. Milli komanda dünya çempionatında uğur qazanır. Azərbaycan milli komandası dünya çempionatına yarı finala çıxan və hətta finala çıxan komandalar arasında yer alır. Futbol iqtisadiyyatı və sosial təsir. Bu dövrlərdə futbol ölkənin ən yüksək iqtisadi sektorlarından birinə çevrilir. Azərbaycan futbolu həmçinin turizm və beynəlxalq əlaqələrin artmasına səbəb olur. Futbolun qlobal gücü olur Azərbaycan millisi. Yekun nəticə olaraq 100 illik inkişaf dövrü ərzində Azərbaycan futbolu dünyanın rəqabət səviyyəsi olaraq ən güclü liqalarından birinə çevrilir. Milli komanda dünyanın süper güclərindən birinə çevrilir. Bu video bu qədər idi. Əgər videonun xoşunuza gəldisə, videoya like atmağı və kanala da abunə olaraq dəstək olmağı unutmayın. Əgər texniki olaraq bir səhv olubsa, üzrlü saymağınız və ilk dəfə olduğu üçün xoş görməniz.